Dəyərli izləyicilər, sizləri kanalımda xoş gördüm. Bugün sizinlə mirvardan qalstuk hazırlayacağıq. Bu qalstukun hazırlamasında mən 8 mm mirvardan istifadə etdim və sizə də tövsiyəm 8 və 6 mm mirvarlardan istifadə etməyiniz olacaq. Daha sonra isə bizə jelka, liska, misina nə istəsiz adlandıra bilərsiniz. 5 mm ölçüdə olandan istifadə edəcəm. Əlavə olaraq da sonda bağlamaq üçün uzatma zənciri və kırçoqdan istifadə edəcəyik. Jelkadan müəyyən ölçüdə götürürük. Mən təxminən hardasa 1 metr falan ölçüdə götürürəm. Başlanğıc üçün jelkaya 3 ədəd boş mirvarı keçirdirik. 4-cü mirvarının içərisindən isə jelkanın hər iki ucunu bir-birinə əks istiqamətdə olmaqla keçirdərək dartırıq. Gördüyünüz kimi bu şəkildə kvadrat bir görüntü alınmalıdır. Bundan sonraki addımda isə sağ tərəfə və sol tərəfə hər birinə bir ədəd boş mirvarı keçirdirik və 3-cü mirvarının içərisinə yenə də jelkanın hər iki ucunu bir-birinə əks istiqamətdə olmaqla keçirdərək dartırıq. Və toxuduqca jelkanı möhkəmcə dartmaq lazımdır. Yoxsa gördüyünüz kimi belə yığılmış və balaca bir görüntü olacaq. Dartdıqda isə görürsünüz necə düppədöz şəkillənir. Və birinci sıramıza bu şəkildə davam edirik. Bir ədəd sol tərəfə, bir ədəd sağ tərəfə boş mirvarı keçirdib, 3-cü mirvarın içərisindən hər iki tərəfi birlikdə keçirdərək dartırıq. Muncuq çantaların toxunuşu da belə başlayır. Və inşallah gələcəkdə sizinlə daha bir ətraflı şəkildə və tam izahlı muncuq çanta necə toxunur onu paylaşacağım. Və gördüyünüz kimi sıramızın sonuna gəlib çatdıq. Sıranın sonunu necə bağlayıram və ikinci sıraya necə dönüş olunur onu göstərəcəm sizə. Bir ədəd sağ tərəfə, bir ədəd sol tərəfə boş mirvarı keçirdib, üçüncüdən hər ikisini keçirirdik. Amma bu dəfə sol tərəfə bir ədəd boş, sağ tərəfə 2 ədəd boş mirvarı keçirdib jelkaları bir-birinə düyünləyirik. Burada düyünləmə sizin üçün nə rol oynayır? Həm sıranız bərk qalır, boşalmır. İkinci sıraya dönüş etdikdə çox adamda sıralar boşalır və yığılmalar baş verir. Bu düyün sizin işinizi qarantiyə alır. Birinci sıramızı tamamladıq. İkinci sıraya keçmək üçün nə etməliyik? Burada gördüyünüz jelkalardan birini üstdəki boş mirvarın içərisindən keçirəcəyik. Və burada boş qalan jelkanın içərisinə 2 ədəd mirvarı keçirib, 3-cü mirvarın içərisindən jelkanın hər iki ucunu eyni anda keçirəcəyik. Və baxın, burada artıq ikinci sıraya dönmüş olduq. Bəs ikinci sıranı necə davam edəcəyik? Gördüyünüz kimi jelkalardan biri yuxarı, digəri isə aşağı gedir. Aşağı doğru gedən jelkanı qarşımızdakı baxın bu muncuğun içərisindən keçirəcəyik. Baxın, bu şəkildə görünməlidir. Yuxarı doğru gedən jelkanın içərisinə bir ədəd boş mirvarı keçiririk. İkinci mirvarinin içərisindən isə artıq hər iki jelkanın ucunu keçirdirik. Gördüyünüz kimi bu şəkildə ikinci sıranı da toxumağa davam edirik. Yenə eyni şəkildə aşağı doğru gedən jelkanın ucunu altdakı mirvarın içərisindən keçirdərək dartırıq. Yuxarı doğru gedən mirvarın içərisindən bir ədəd boş mirvarı keçirdik. İkinci mirvarının içərisindən isə jelkanın hər iki ucunu eyni anda keçirdəcəyik. Bu arada əzizlərim, videomuzu bəyənib kanalımıza abunə olaraq bizə dəstək olmağı unutmayın. Və yorumlarda nə sualınız varsa, nə ilə bağlı video gözləyirsinizsə, onları qeyd etməyi əsla unutmayın. Və burada jelka bitdikdə onu necə bağlayıb digərini əlavə edirik, sizə onu göstərmək istəyirəm. Gördüyünüz kimi
Əvvəl toxuduğumuzda yuxarı doğru gedən jelkaya bir ədəd boş mirvari keçirib, daha sonra ikinci mirvarın içərisindən hər ikisini keçirirdik. Amma burada nə edirik? Üstə doğru gedən jelkanın içərisinə 2 ədəd boş mirvari keçirdirik. Daha sonra isə jelkanın hər iki ucunu bir-birinə baxın bu şəkildə düyünləyərək möhkəmcə dartırıq. Mən hətta burada 2 yox, 3 dəfə düyün atıram üst-üstə ki, açılma ehtimalı 0-a bərabər olsun. Əgər istəsəz, artıq qalan hissəni elə buradaca da kəsib ata bilərsiniz. Lakin burada mən başqa bir üsuldan istifadə edirəm. Artıq qalan hissəni aşağı və yan tərəfdəki mirvarilərin içərisinə keçirərək dartıram. Gördüyünüz kimi burada düyün görsənir. Siz jelkanı başqa bir mirvarinin içərisinə keçirərək dartdıqda isə düyün də mirvarinin içərisində gizlənir və ortalıqda heç bir düyün görsənmir. Və yarımçıq qalmış hissə bu şəkildə görsənir. Buraya yeni jelkanı necə əlavə edəcəyik, indi onu da göstərək. Müəyyən qədər jelka götürürük. Və yan tərəfdə görmüş olduğunuz bu mirvarinin içərisindən keçirdirik. Baxın, burada artıq jelkanın bir ucu yuxarı, digər ucu isə aşağı doğru gedir. Aşağı doğru gedən jelkanın ucunu altdakı mirvarın içərisindən keçirdirik. Və bayaqki şəkildə üstə gedən jelkanın içərisinə bir ədəd boş mirvari keçirdik. İkinci mirvarinin içərisindən hər iki jelkanı keçirdərək sıramızı toxunmağa davam edirik. Nəhayət ki, sıra sonuna gəlib çatdıq və burada qalstukun 3 hissəsini, yəni üçkünc hissəsini yaradacağıq. Və sona qədər getməyib döngünü buradan yaradacağıq. Və burada yuxarıdakına deyil, aşağıdakı jelkaya 2 ədəd boş mıncıq əlavə edib, daha sonra ucları bir-birinə düyünləyəcəyik. Və burada səliqəli bir şəkildə iti bucaq almağa başlayırıq. Və üçüncü sıraya qalxıb davam etmək üçün gördüyünüz kimi qarşımızdakı bu mirvaridən toxumağa başlayacaq. Bunun üçün jelkanın bir ucunu həm mirvarinin içərisindən keçirdirik. Bu sol tərəfə doğru yönəlmiş olacaq. Digər ucluğu isə həmin mirvarinin içərisindən sağ tərəfə doğru yönəltmək lazımdır. Buna görə də jelkanın ucunu aşağıdakı mirvarinin içərisinə keçirərək dartırıq və bu şəkildə bayaq olduğu kimi düyümümüz də mirvarinin içərisinə gizlənmiş olur. Və baxın, bu şəkildə istədiyimiz nəticəni almış olduq. Və burada da ikinci sıraya döngünü yaratmaq üçün sağ tərəfdə qalan jelkanın içərisinə 2 ədəd boş mirvari keçirdib, üçüncü mirvarinin içərisindən hər iki jelkanın ucunu eyni vaxtda keçirərək dartırıq. Artıq qalstukımızın uc hissəsi bir tərəfdən tamamlanmış oldu. Və ikinci cərgədə etdiyimiz kimi üçüncü cərgəmizi də eyni şəkildə toxumağa davam edirik. Və burada cərgənin sona qədər gəlirik. Heç bir döngü yaratmadan sona qədər eyni şəkildə toxuyuruq. Və burada qalstukun bir hissəsini tamamilə tamamlayıb digər hissəsinə keçmək üçün nə edirik?
Cərgəni başa qədər toxuduqdan sonra bu şəkildə görsənəcək. Sağ tərəfdəki jilkaya 2 ədəd boş muncuq keçirdik. 3-cü muncuğun içərisindən hər iki jilkanın ucunu keçirərək dartırıq və bu şəkildə döngü yaradırıq. Və eləcə də eyni şəkildə bunu sona qədər davam edib digər sıraya yenə də eyni şəkildə döngü yaradacağıq. Yine burada da döngü için sağ tərəfdəki jilkaya 2 ədəd boş mirvarı keçirdib. 3-cünün içərisinə hər ikisini keçirdərək bu şəkildə döngü yaradırıq və alttaki jilkanı bir mirvarın içərisindən keçirdib. Yuxarıdakı jilkaya 1 ədəd boş mirvarı keçirib. 2-ci mirvarın içərisindən jilkanın hər iki ucunu keçirdərək dartırıq. Və sıra sonuna qədər bu şəkildə davam edirik. Baxın, muncuq çantalarda da toxunma və kənarlardan döngülər də bu şəkildə olunur. Bəlkə başqa üsullarla toxuyanlar varsa da mənim üçün ən rahat yol budur. Və sıra sonunda yenə də qalstukun ucundakı iti bucağı yaratmaq üçün aşağıdakı jilkaya 2 ədəd boş mirvarı keçirdib hər iki ucu bir-birinə düyünləyirik. Toxuduğumuz hissə artıq hazırdır. Necə də gözəl görüntüsü var. İndi isə qalstukun yuxarı hissəsini toxuyacağıq. Yan tərəfdən mirvariləri sayırıq. 6-cı sıradakı mirvari mənə görə ən uyğun olan nöqtədir. Bu sıradakı mirvarini digər tərəfdəki 6-cı mirvari ilə bərabər olaraq birləşdirəcəyik. Bunun üçün aşağıya da yuxarıya da bir ədəd əlavə mirvari əlavə edəcəyik. Qalstukun aşağısına doğru yönəlmiş jilkaya bir ədəd boş muncuq keçiririk və jilkanın bu ucunu digər sıradakı 6-cı mirvarın içərisindən keçirdirik. Daha sonra bir ədəd mirvarinin içərisindən jilkanın hər iki ucunu eyni anda keçirdərək dartırıq. Və gördüyünüz kimi artıq yuxarı hissə yığıldı. Əgər istəsəz bunu burada bu şəkildə düyünləyərək kəsə də bilərsiniz. Mən hal-hazırda bu hissəni başa qədər toxuyacağım. Daha sonra jilkanın uclarını daha üst tərəfdəki mirvarinin, yəni 5-ci mirvarinin içərisindən keçirdəcəyik. Sağ və sol tərəfləri. Və bu dəfə jilkanın hər iki ucunu eyni anda bir yox, 3 ədəd mirvarinin içərisindən keçirəcəyik. Daha sonra isə yenidən jilkanın uclarını yan tərəfdəki digər mirvarilərin, yəni 4-cü mirvarilərin içərisindən keçirəcəyik və bundan sonra onları eyni anda 3 yox, 5 mirvarinin içərisindən keçirəcəyik. Və bu şəkildə sona qədər toxuyaraq gedirik. 1, 3, 5, daha sonra 7, ən sonuncu isə 8 ədəd mirvarinin içərisindən jilkanın hər iki ucunu eyni anda keçirəcəyik. Bu sıranı tamamladıktan sonra sonuncu mirvarilərin də içərisinə jilkalarımızı keçirərək qalstukun hazırlanmasını bitiririk. Sağ və sol tərəfdə artıq jilkamız qalmalıdır ki, bu da qalstuku boynumuza bağlamaq üçün mühüm bir rol oynayacaq. Bu jilkaları mirvari ilə də bəzəyə bilərsiniz və yaxud da sadə ilə adi jilka olaraq da saxlaya bilərsiniz. Mən jilkaların hər birinə mirvari düzdüm. Bir tərəfə gördüyünüz kimi qarmaq bağlayıram. Digər tərəfinə də uzatma zəncirindən müəyyən uzunluqda kəsib onu bərkidirəm. Və budur, mirvari ilə toxunmuş qalstukumuz hazırdır. Görüntüsü həqiqətən çox gözəldir. Mən bunu sizin üçün qara geyimlə yoxlamaq istədim. İzlədiyiniz üçün çox sağ olun.